Turan, Azərbaycan əlifbasında neçə hərf var? Neçə səs var? 34. Fonetika bölməsində biz nələri keçirik? Naşi səslər heca axaqanlı vurur. De görüm, səsin hərfdən fərqi nədir? Səslər deyil, fərqli hərflər yazır və görür. Ay, sağ ol. Yaxşı, səslər neçə yerə bölünür? 2 yerə. Hansılardır? Saitlər samitlər. Saitin samitdən fərqi nədir? Saitlər alt boşdan səbət çıxır, maniyə rast gəlmir. Amma samitlər alt boşdan səbət çıxır, maniyə rast gəlir. Qalın saitlər say. A, I, O, U. İncələri. E, Ə, İ, Ö, Ü. Qapalı saitlər say. I, İ, U, Ü. Dodaqlanan saitlər say. O, U, Ü, Ö. Aha, dodaqlanmayanlar. A, I, E, Ə, İ. Heca nəyə deyilir? Sözün asanlıqla görülməsindən heca deyilir. Sözün asanlıqla bölünən hissəsinə heca deyilir. Söz sətirdən sətirə nə vasitəsilə keçirilir? Heca ilə. Heca bölgüsünə görə keçirilir. Varlığın adını bildirən nitq hissəsinə nə deyirik? İsim. Hansı suallar var ismi? Kim, nə, hara. Sifət varlığın nəyin bildirir? Və əlamət. Və Keyfiyyət. ay sağ ol. Sifətin suallarını de. Necə, nə cür anlar? İndi sən mənə bir əlamət bildirən sifət de. Sarı, qırmızı, Aydındır. İndi isə keyfiyyət bildirən sifət de. dallı, dustlu, acı, şey, Feil varlığın nəyini bildirir? hərəkətin. Feilin suallarını de. Nədir? Aha. Feilin neçə zamanı var? 3. Hansılardır? Keçmiş, indiki gələcək. Aha. Yazmaq feilini keçmişdə, indi və gələcək zamanda işlət. Yazdı, yazır, yazacaq. Cümlənin məqsədinə görə neçə növ var? 4. Hansılardır? Əmr, nida, sual, nəqli. Aha. Nəqli cümləsi bizə nəyi bildirir? Məqsədi nədir? Bizə məlumat verir. Sual cümləsinin məqsədi nədir? Bizə bizdən məlumat alır. Bəli, bizdə məlumat alır. Əmr cümləsinin məqsədi nədir? Bizə əmr verir. Və Və xahiş edir. Bəli. Nida cümləsinin məqsədi nədir? hiss, həyatdan qorxu bildirir. Sən mənə bir nəqli cümlə de. Güney dərsini yaxşı öyrənmişdi. Yaxşı. Birini də de. Ayda yağış yağdı. Olar, yaxşı, bəsdir. Sən mənə bir əmr cümləsi de. Əli, mənə kitaba. Olar, yaxşı. İndi mənə bir sual cümləsi de. Bir cümlə neçəsidir? Yaxşı, olar. Sözün tərkibi neçə hissədən ibarətdir? 2. Hansıdır? Kök və kərkinizi. Kitablar sözünü kök və şəkilçiyə ayır görüm. Kitab sözün kökü, like isə şəkilçi. Quruluşuna görə sözün neçə növü var? 3-dür. Hansılardır? Sadə, cətmə, mürəkkəb. Bir sadə sözdür. Dəftər. Aha, Bayraq. aydındır. Bir düzəltmə sözdür. Balıqçı. Yenə deyə bilərsən? Qoruqçu. Olar. Davam eləyək. İndi bir mürəkkəb sözdür. Tərkibində 2 və ya daha artıq söz olsun. Qarabağ, ayaqqabı, balıqlar, Yaxşı. 9 dəfə 3-üm. 27, 6 dəfə 6-ım. 36, 7 dəfə 7-im. 9, 7 dəfə 5-im. 35, 35 bölək 5. 7, 42 böl 6. 7, 7. 90 böl 10. 11, 10, 9, Aha, yaxşı. Həndəsi fiqurlar neçə yerə bölünür? 2, Hansılardır? fəza fiqurları, müstəvi fiqurları. Aha, müstəvi fiqurlarına misal de. Üçbucaq, dairə, kvadrat, özbucaqlı, Aha, yaxşı. Fəza fiqurlarını say görün. kub, silindir, boy, Sonra. kürə, piramida, Yaxşı. Bir saatımız neçə dəqiqədir? 60, Yarım saatımız neçə dəqiqədir? 30, Aha, yaxşı. İndi sən mənə de görüm. 1 santimetrim neçə millimetrdir? 10, 1 desimetrim neçə santıdır? 10, 1 metrimiz neçə desimetrdir? 10, Neçə santimetrdir? 100, Neçə millimetrdir? 1000. 1 kiloqramımız neçə qramdır? 1000 qramdır. Yaxşı. Davam edək. Hansı bucaqları tanıyırsan? iti bucaq, kör bucaq, açıq bucaq, düz bucaq, Ay sağ ol. Düz bucaq neçə dərəcədir? 90,
Bəs açıq bucaq necə dərəcədir? 80. 180 də. Hansı bucaqlara iti bucaq deyirik? 90 dərəcədən kiçik olanlara. Hansı bucaqlara kör bucaq deyirik? 90-dan böyük, 180-dən kiçik. Yaxşı. Oldu Turan, sağ ol. Təşəkkür eləyirəm. Bütün suallarımıza cavab verdin.